Özü-özünü yaratmaq nəzəriyyəsi. Sual: Ətrafda gördüyümüz hər şeyin təsadüfən yaranması fikri doğrudurmu? Cavab: Heç nə təsadüfən yaranmır. Təbiəti yaradan olmasına inanmaq, bunu müəyyən sözlərlə üzə çıxarmaq müasir bütpərəstliyin yayılmış bir formasıdır. Bu cür sözləri biologiya, təbiətşünaslıq alimlərindən də bəziləri deyir. Üstəlik də qurdun insan və ya heyvan nəcisindən əmələ gəlməsini, bakteriyanın əmələ gəlməsini və bu zaman yeməyi yeyib xarab etməsini bu fikrə dəlil kimi təqdim edirlər. Çox keçmədən bu yeni bütpərəstlik əqidəsinə fransız alimi Pasteur cavab vermiş və bu etiqadın batıl olduğunu elmi şəkildə isbat etmişdir. O sübut etdi ki, iddia olunan qurd və bakteriyanı təbiət yaratmır. Əksinə, bu varlıqlar gözün görə bilmədiyi əsli olan kiçik varlıqlardır. O sözünün doğruluğunu göstərən alimlər qane edən dəlillərini təqdim etmişdir. O bir qidanı havadan uzaq tutaraq bakteriyaları isti buxarla məhv edir. Bu zaman nə yeni bakteriyalar yaranmır, nə də yemək xarab olmur. Bu nəzəriyyə qidaların paketlənməsi sənayesi sahəsində irəli sürülmüşdür.